Hər birinizi salamlayıram. Bugün əsl yaz ab-havasına uyğun güllü çiçəkli bir kitab haqqında mən sizə danışaram. Yəni təbii güldən, çiçəkdən danışılmır burada. Sadəcə üzəri belə güllü çiçəklidir. Bu kitab nə haqqındadır? Kitabın adı belədir ki, xoşbəxtlik haqqında kitab. Yəni biz necə xoşbəxt ola bilərik gün ərzində və ümumilikdə həyatımızda necə xoşbəxt ola bilərik? Onunla bağlı tövsiyələr var. Hansı tövsiyələr var? Tövsiyələri mən bir-bir sizinlə bölüşərəm. Əslində 31 günə xoşbəxt ol. Bu kitabın əsas qaydası odur ki, burada verilən qaydaların hər gün birini icra elə. 30 gün ərzində bunları icra edəndən sonra artıq özünü yaxşı hiss etmiş olacaqsan. Burada deməli belə bir bölmə var. Fəal ol. İlk öncə xoşbəxt olmaq üçün biz fəal olmalıyıq deyir. Fəal olmaq deyəndə nəyi nəzərdə tutur? Məşq etmək üçün çalış özünə bir yoldaş, adamla yoldaş olanda həm də üzərinə məsuliyyət qoyur, həm də məşq üçün daha həvəsli olursan. Məşq etməyi sevmirsənsə, kameranı götür, çıx bayıra, maraqlı şəkildə çək, sonra imkan ver bədənin çəkilən şəkilləri izləyib zövq alsın. Özünə məqsəd qoy. Misal üçün, bundan sonra daha zəif, daha güclü, daha yorğun, daha enerjili olacağam. İdman səhərlər elə, çünki onda enerjin 2 qat çoxalacaq və iradən möhkəmlənəcək. Məsələn, asanlaşdır. İdman geyimini, idman ayaqqabılarını çatan yerə qoy. Ya gətir, çarpayını yanına qoy, ya da elə yer qoy ki, onu görməmək mümkün olmasın. Fəal olmaq deyəndə ilk öncə idman bizim beynimizə gəlir. Burada da eyni şəkildə idmanı ilk olaraq qeyd edir. Yəni, bəzən biz idman etmək üçün müəyyən bəhanələr gətiririk və ya idman etmək bizim üçün çətin ola bilər. Qeyd edir ki, idman eləmək üçün idman matını, paltarını, yəni idman edəcək ləvazimatları görünən yerə qoymaq lazımdır. Yadına salmaq üçün kağız parçalarını çağırışlar yaz. Notebookundan soyuducuya, yataq otağı güzgüsünə yapışdır. Başqalarından xahiş edək səni sıxsınlar, həvəsləndirsinlər. Yəni, əgər unudursansa, bunu qeyd kağızlarına yaza bilərsən, soyuducuya yapışdıra bilərsən, notebooka yapışdıra bilərsən, ondan əlavə ailədən də xahiş edə bilərsən. Əsas çalış ki, məşqi çöldə, bayırda edəsən. Ən çox xeyri sənə orta intensivlik verəcək. Çünki təmiz havada edilən məşq çox zaman daha tərəvətləndirici olur. Sənə daha əyləncəli gələn fəaliyyət növləri seç. Rəqs etmək, üzmək, ağaca çıxmaq ya da xizək sürmək kimi. Baxın, bunlar haqqında mən danışmaq istəyirəm. Bəzən düşünürük ki, idman etmək üçün ancaq biz fitness salonuna getməliyik və ya idman etmək üçün mütləq hər insanların etdiyini etməliyik. Ola bilər ki, sizin yaxın, məsələn, ətrafınızdakı insan fitnesslə məşğul olur, fitness salonuna gedir, amma sizin buna imkanınız, pulunuz yoxdur və ya sizə maraqlı gəlmir fitness, siz o zaman yürüyüşü seçə bilərsiniz. Yəni, sadəcə açıq havada yürüyüş etmək və ya sadəcə rəqs edə bilərsiniz. Əslində, rəqs eləmək də fəal olmağın, aktiv olmağın bir yoldur. Məsələn, gün ərzində 10 dəqiqə, 20 dəqiqə sevdiyiniz mahnını qoyub rəqs edə bilərsiniz. Yəni, belə deyək də, daha əyləncəli eləməlisiniz. İdmanı bəzən biz sıxıcı şəkildə yanaşırıq. Ona görə bizə narahat gəlir. Mən özüm idmana bağlı münasibətimi bölüşmək istəyirəm. Mən özüm də bir müddət daim düşünürdüm ki, idman edimmi, etməyimmi, necə edim. Ətrafımdakı insanlara baxırdım ki, fitnesslə məşğul olur. Fitness salonuna baxırdım. Mənə çox sıxıcı gəlirdi ki, burada necə olar. Sonra qərar verdim ki, özüm başlayayım. İlk öncə başlayanda binanın həyətində, parklarda yürüyüş etməyə başladım. Bundan əlavə televizordan və ya notebookdan və ya planşetdən hər hansı bir videolar qoymaqla idman etməyə başladım. Sonra parkda etməyə başladım. Ümumiyyətlə, demək olar ki, parklarda bir çox yerlərdə idman ləvazimatları var və orada etməyə başladım. Sonradan qərar verdim ki, artıq belə deyək də, fərqli bir idman növü istəyirəm. O zaman pilatesi seçdim. İlk öncə gedəndə beynimdə çoxlu fikirlər vardı ki, bacararam, bacarmaram. Təsəvvür eləyin ki, mən pilatesə başladığım elə ilk gün etdim və evə gəldim, özümü çox xoşbəxt hiss etməyə başladım. Sonradan mən
araşdırdım ki bunun səbəbi nə oldu. Pilates həm belə deyək, bütün bədəni işlədir, qan dövranını yaxşılaşdırır. Pilates də eyni zamanda nəfəs texnikaları olduğuna görə doğru nəfəs alıb verirsən, bu da bədənə kifayət qədər oksigen daxil olur və insan özünü daha xoşbəxt hiss edir. Yəni bunun deməkdə məqsədim odur ki, əgər siz bugün beyninizdə sual qalıb ki, fitness yoxsa pilates, mən deyərdim ki, pilatesi seçin. Təbii ki, yenə də seçim sizindir, amma yenə də baxa bilərsiniz, yoxlaya bilərsiniz ki, hansı sizə uyğundur. Bir də xanımlar üçün pilates çox faydalıdır. Onlayn məşqi yeni fəaliyyət növü kimi həm ucuz, həm də asan giriş edə bilir. İnternetdə sinxron dərslərindən kimin sən tapmalı. Hər dəfə görəndə heç məşq etmə həvəsin yoxdur. Üzrə məcbur edək, heç olmasa 2 dəqiqə vaxt tapasan. Yəni, heç həvəs olmayanda bəzən də özümüzü məcbur edə bilərik. Bilirsiniz, bəzən, məsələn, həmişə motivasiyanın gəldiyini gözləyirik. Məndə də o hallar olur. Hər zaman deyirəm ki, məsələn, bir işə başlamaq üçün motivasiyam olsun. Elə bu kanala video çəkmək üçün də hər zaman motivasiyanın gəlməsini gözləyirəm. Belə bir söz oxumuşdum bir kitabdan. Deyir ki, motivasiyanı gözləmə də. Yəni, motivasiyanın sənə gəlməsini yox, sən motivasiyaya getməlisən. Yəni, həvəsin olmayanda da sadəcə özünə de ki, məsələn, 2 dəqiqə başlayıram və arada özünü məcbur etmək lazımdır. Özün üçün fəaliyyət planını qur. Təqvimdə günlər ayır, saatlar müəyyənləşdir. Əgər görsən ki, təqvimdə vaxt tapa bilirsən, sonradan artırmaq şərti ilə cəmi 3-5 dəqiqəlik məşq siyasəsi düzəlt. Xırda və asta məşqlərdən başla, hətta 5 dəqiqə gəlsən belə qiymətlidir. Ümumiyyətlə, hər hansı bir fəaliyyətə başlamaq istəyəndə kiçik hissədən başlamaq lazımdır. Məsələn, əgər heç idman etməyən bir insansınızsa, o zaman ən sadə idman növlərindən başlaya bilərsiniz. Məsələn, siz bir dəfəlik fitness salonuna getsəz, o zaman həvəsdən düşmüş olarsınız. Bundan əlavə xoşbəxtliyin digər bir xoşbəxt olmaq üçün işini diqqətlə gör. Yəni, digər bir bölmənin adı, ümumiyyətlə bu kitabda bölmə üzrədir də. Yəni, birinci bölmə faal ol, ikinci bölmə isə işini diqqətlə gör. Bölmənin adı belə gedir. Baxın, bəzən biz işimizi sevməyə bilərik. Oradan oxuduqlarımı, təcrübələrimlə sizə bölüşürəm. Məndə də olur elə. Məsələn, mən özüm müəlliməyəm. Bəzən dərslərə girmək istəmirəm, sıxılıram, bezirəm və düşünürəm ki, məsələn, fərqli iş növü seçim və ya digər səbəblər. Bu əslində normaldır. Bunun normal olduğunu qəbul etmək lazımdır. Sadəcə olaraq insan öz işini gözəlləşdirməlidir. Yəni, nə isə orada gözəl bir şey axtarmaq lazımdır da, xoşbəxt olmaq üçün. Məsələn, deyir ki, əgər işini diqqətlə gör. Məsələn, deyir, əgər qab yuyursansa, orada sən beynindəki o səsləri susturmaq üçün, xüsusən də anksiyetə, panik atak olan insanlarda, məsələn, qab yuyarkən, nə bilim, hər hansı bir işi görərkən beynində daim o fikirlər fırlanır. Məsələn ki, o mənə belə niyə dedi, o problem belə, digər problem elə. Deyir ki, beynini susturmaq üçün, məsələn, qab yuyursansa suyun səsinə bax, o köpüyə bax, stəkanın səsinə bax, necə yuyursan ona bax, suyun şırıltısına qulaq as. Yəni, bu zaman daha fokuslanmış olarsan və daha özünü orada xoşbəxt hiss edəcəksən. Sonra öyrənməyə davam etdim. Bölmənin adı belə gedir. Öyrənməyə davam et. Ümumiyyətlə, həm orada oxuduqlarım yenə də, həm də öz təcrübələrimi bölüşüm. Mən başqa bir kitabda oxumuşdum ki, insan nə qədər çox oxusa, nə qədər çox öyrənsə, bir o qədər də gec qocalar. Təbii ki, hər bir insan arzusudur ki, gec qocalasın. Yəni, ola bilər ki, sizin işiniz kitabla bağlı deyil, tamamilə fərqli bir sahədə işləyirsiniz, hansı ki, orada kitab ehtiyac yoxdur oxumağa. Amma siz özünüz üçün, öz sağlamlığınız üçün, öz xoşbəxtliyiniz üçün oxumağı
öz həyatınıza qata bilərsiniz. Öyrənməyi, hər yeni bir şey öyrənəndə, hər yeni bir fəaliyyət ola bilər, hər yeni bir nəsə öyrənəndə insan beyni yenilənir. İnsan beyni yenilənir, insan daha da gəncləşir. Təbii ki, gəncləşdikcə özünü daha xoşbəxt hiss edirsən. Necəsə ver, necəsə kömək et. Ümumiyyətlə kömək etmək. Məsələn, bizi xoşbəxt edən digər səbəblərdən biri də kömək etməkdir. Ehtiyacı olan insanlara. Məsələn, sizlər öz yaşadığınız yerdə ətrafınıza göz gəzdirə bilərsiniz. Ehtiyacı olan bir yaşlı qadın ola bilər, uşaq ola bilər. Yəni, fərqli insanlar ola bilər. Siz onlara kömək edərək və ya heyvanlar ola bilər. Siz onlara kömək edərək özünüzü xoşbəxt hiss etmiş olacaqsınız. Anlam, yəni hər bir şeydə bir məna tapmaq. Ətrafınızda gördüyün hər şeyinə bir anlam qat, hər bir şeydə bir məna tapmaq. Məsələn, yemək yeyirsən, onun qoxusunu hiss etmək, günəş çıxıb onun istiliyini hiss eləmək, gülü görəndə gülün qoxusunu içinə çəkmək, hər bir şeydə bir anlam axtarmaq, bir məna tapmaq. Minnətdar olmaq, yəni belə desək, şükür eləmək. Ümumiyyətlə, şükür etmək insan həyatının əsasını təşkil edir. İnsan əslində hər gün şükür etsə, nə qədər xoşbəxt olduğunu görə bilər. Hər birimizin şükür etmə səbəblərimiz fərqlidir. Təbii ki, məsələn, hər kəsin həyat şəraiti fərqlidir. Nəfəs alıb verdiyimizə görə, ətrafı görə bildiyimizə görə, eşitdiyimizə görə, hiss duyğusu olduğuna görə, buna görə biz şükür eləməliyik. Məsələn, bu yaz fəslini yaşadığımıza görə, gözəl bir ailəmiz olduğuna görə, isti bir yuvamız olduğuna görə, isti çay qoyub dəmləyə bildiyimizə görə, bunlar hər birinə görə biz şükür eləməliyik. Nə qədər şükür eləsək, bir qədər özümüzü xoşbəxt hiss edərik. Bu nə qədər şablon səslənsə də, şükür etmək həqiqətən insan həyatını dəyişdirir. Bilirsiniz, özünüzə yaxşı olar ki, bir dəftər götürün. Məsələn, şükür dəftəri yaza bilərsiniz adını. Orada şükür etdiyiniz şeylərin adını yazın. Məsələn, deyək ki, mən özümdən götürürəm. Belə deyək də, gözəl çiçəklərim olduğuna görə şükür edirəm. Ona əlavə isti çayım var, kitabım var, gözəl günəş var, gözəl yaz havası yaşadığıma görə şükür edirəm. Göz görə bildiyimə görə, ətrafdakı gözəl qoxuları içmə çəkə bildiyinə görə Allaha şükür edirəm. Təbii ki, bunlar xırda şeylərdir. Yəni, bəzən düşünürük ki, ancaq necə deyim, maşınım olsa, nə bilim, bahalı şeylər olanda mən şükür edim. Xeyr, əgər siz əlinizdəkilərə görə Allaha şükür etsəniz, Allah əlinizdəkinin 10 qatını sizə verəcək. Zövq burada nəyi nəzərdə tutur? Növbəti bölmənin adı zövq. Deyir ki, yaşadığınız yerdən zövq almağa çalışın. Bəzən biz evimizdən sıxıla bilirik, yaşadığımız yerdən, mətbəximizdən zövq ala bilmirik. Zövq ala bilmədiyimizə görə də orada girib iş görə bilmirik və ya məsələn, o evi təmizləmək istəmirik, o evdə qalmaq istəmirik, daim çıxmaq istəyirik, harasa getmək istəyirik. Çünki çalış zövq al. Yəni, kiçik bir detallar qataraq siz məsələn, o yerdən zövq ala bilərsiniz. Məsələn, deyək ki, əgər mətbəxinizdən zövq ala bilmirsənsə, orada yemək pişirə bilmirsən, o zaman sırf mətbəx üçün kiçik bir dekor alıb divara vura bilərsən. Bundan əlavə, mətbəxə məsələn, xüsusi musiqilər seçə bilərsən və ya belə deyək, xüsusi motivasiya sözlər, podkastlar seçə bilərsən ki, sırf mətbəxdə onu dinləyəsən də, yemək pişirəndə. Bu, o zaman sənə deyir, zövq verəcək. Məsələn, deyir, yürüyüş əgər sənə zövq vermirsə, yürüyüş üçün ayrıca, belə deyək də, məsələn, yürüyüş
Məsələn, çay içməyi yürüyüşə saxlaya bilərsiniz. Termos alın deyir özünüzə. Məsələn, bura çay süzün. Sevdiyiniz meyvələrdən, meyvə qurularından götürürsünüz. Çay içmək zövqünü yürüyüşə saxlayırsınız. Yəni, məsələn, 10 dəqiqə, 20 dəqiqə yürüyüş edəndən sonra oturursan, o çayını içirsən, o zövqü alırsan. Və sevdiyiniz bir kitab var, o kitabı yürüyüşə saxlayın deyir. Məsələn, yürüyüş edəndə o kitabı oxuyun və ya dinləyin. Səsli kitablar var, məsələn, deyir, onu endirin və yürüyüş etdiyiniz zaman onu dinləyin. Bu zaman sizə o zövq verəcək. Növbəti bölmə qəbul etmək, yəni həyatınızda olan hər şeyi qəbul etmək. Ümumiyyətlə, deyir ki, bizim ən böyük problemimiz qəbul etməməkdir. Yəni, belə deyək, ətrafımızı, insanları qəbul etməmək. Deyir ki, əgər xoşbəxt olmaq istəyirsənsə, huzurlu olmaq istəyirsənsə, mütləq şəkildə hər şeyi qəbul eləməlisən. Məsələn, deyək ki, sənin yaşadığın bir insan deyir, ondan narahatsan, nə bilim, onun davranışlarından, onun həyata baxışından bəyənmirsən, bu zaman deyirsən, daha özünü bədbəxt hiss edəcəksən. Sən əgər deyir, xoşbəxt olmaq istəyirsənsə, sən o insanı qəbul eləməlisən ki, hə, bu insan belədir, bunun həyat baxışı belədir, bunu qəbul edib və normallaşdırmalısan. Və ya məsələn, deyək ki, deyir, baxaq. Məsələn, deyir ki, məsələn, bir xəstəliyiniz var. Bu xəstəlik haqqında daim düşünürsünüz ki, ay mən ölərəm, ay nə bilim budur, niyə məndə var və ya onu qəbul etmək istəmirsən. Deyir, onu məsələn qəbul elə ki, bu normaldır, mənim başıma gəlib və bunun üçün mən nə edə bilərəm, çıxış yolunu düşünün, deyir. Belə, bugünlük bu qədər. İnanıram ki, faydalı oldu. Siz hansı kitabları hal-hazırda oxuyursunuz, onu rəy bölməsində yaza bilərsiniz və ya hansı mövzularda kitabları çəkim, hansı mövzular sizə daha maraqlıdır, bunu rəy bölməsində yaza bilərsiniz. Sağ olun, üzünüzə yaxşı baxın.